Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkət. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətiniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Taalanın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyi əmr edibsə, o şeylərdən uzaq durmaqla bu sifəti, yəni təqva sifətini, Allahdan qorxmaq sifətini insan qazana bilər. Quran inkarçıları, din düşmənləri barəsində olan 108-ci videomuzdur, dəyərli dinləyicilər. Hər zaman olduğu kimi paylaşmağı, bölüşməyi yaddan çıxarmayın. Nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa, bir o qədər də bu dırnaqarası ilahiçiləri, bu yalançıları, bu şarlatanları, din, İslam, Quran sevgisi adı altında insanları deizmə, ateizmə sürükləyənləri tanımış və onların hilələrindən, yalanlarından agah olmuş olarsınız. Əbəs yerə hər videomuzda, hər çıxışımızda bu üzü qırxılı, kostyumlu, qalstuklu ilahiçilərin, dinsiz şünasların insanları deizmə, ateizmə sürükləmələri barəsində danışmırıq. Çünki bunların məqsədləri, qayələri məhz buna xidmət edir ki, insanları öz dəvətləri ilə, batil dəvətləri ilə ateizmə, deizmə aparmaqdır. Məqsəd budur, vəssalam. Necə ki, Türkiyədə bu Yaşar Nuri Öztürk kimi və yaxud da Mehmet Oxuyan olsun, Ədib Yüksək olsun, Mustafa İslamoğlu olsun və s. kimi bu dinsizlər dəvətlərinin nəticəsi cavanlar arasında ateizmin, deizmin çoxalması, bugün də bizdə onların bir filialı, bir qolu olan bizim bu ilahətçi, bu dırnaqarası bu ilahiçimiz, dinsiz şünasımız eyni dəvəti kopyalayaraq bu günləri burada aparır. Və internet teleməkanlarına da məhz onun kimi insanların çıxarılması da buna xidmət edir. Şou hazırlamaq, Allahın dini üzərindən, ayətləri üzərindən ələ salmalar, istehzalar, müsəlmanların 1400 illik dəyərlərini etmək, toxunmaq, ələ salmaq. Niyə görə bu günləri çıxırlar? Jurnalist çıxır, hicabdan danışır, müğənni çıxır, sənə Allahın ayətini öyrədir ki, yox, Quranda başı bağlamaq deyə bir ayət yoxdur. Allahu Akbar. Yəni kim çıxır sənə gör nəyi, dini öyrətməyə çalışır. Məhz bu cür insanların dəvətinin nəticəsidir, qardaşlarım. Çünki bu insan özü də vaxtı ilə etiraf edirdi ki, mən özüm də sorğulamağımın, araşdırmağımın nəticəsi ona gəldi, çatdı ki, özüm qaldım ateizmlə deizm arasında. Bilmədim nəyi seçim. Və mən deyərdim ki, bugün də elə o qalıb onun içində. Sadəcə maskalanıb insanları aldadır. Dinləyin, dəyərli dinləyicilər. Mən özüm yaşamışam. Necə yaşamışam? Mən əslində ənənəvi din anlayışının bir yetişdirilməsi, nə mənada? Orta məktəbdə oxuduğum zaman, mən danışdığım dövrlər 90-91-92-ci illər idi. Gizli şəkildə mədrəsə oxuyurdum. Mollalıq dediyimiz anlayış idi və pul ödürdüm hər ay. Məsələn, ondan başqa İlahiyyat kolleci var idi. Türklərin burada Azərbaycanda açdığı yeganə Sumqayıtdakı idi. Sumqayıt Türk İlahiyyat kolleci idi. Orada da dərslərimiz həm müəyyən texniki fənlər ingilis dilində idi, humanitar fənlər ərəb və yaxud da digər dillərdə. Sonra gəlirdi, məsələn, dinlə bağlı dinlər, 90-cı illərin olan siyasi durumuna buraxaq. Təbii ki, sonra gəldim oxumadım, ikincini də birinciliyi ilə bitirdim və s. Magistratura, amma onun üzərindən bu günə qədər sorğulamışım. Sorğulamaq, qardaşlarım, icazəlidir. Şəriət icazə verir, çünki insan nə qədər həyat yaşayırsa, onun üçün maraqlıdır sorğulamaq, araşdırmaq. Lakin sorğulamaq nəyin üzərindən olmalıdır? Allah və onun Rasulunun öyrətdiyi şəkildə olmalıdır sorğulamaq. Sahabələrin bu dini başa düşdükləri şəkildə olmalıdır sorğulamaq. Yoxsa sənin kafana uyğun yox. Və sən bu günləri insanları öz ağlına uyğun sorğulamağa yönəldir. Sən deyirsən ki, götürün Quran-ı Kərimi, tərcüməni, oxuyun və sorğulayın və Allah Subhanahu taalanın sizə olan xitabını, muradını başa düşün. Bu mümkün deyil. Sən tərcümə onu oxumağın Allahın kitabını başa düşəsən. Mümkün deyil. O tərcümədir. Və niyə görə yazırlar Quran-ı Kərimin mənaca tərcüməsi? Çünki tərcümədir. Sən onu ərəbcəsindən olan və yaxud da onun təfsirini, şərhini oxumasan, mümkün deyil ki, oradakı olan ayətlərin hikmətini başa düşəsən. Necə ki, bu bisavadlar oxuyub, sorğulayıb gəlib bu nəticəyə çatıblar ki, deizmlə teizm arasında qalır. Baxın. Liseydə dərs demişəm illərlə. Gəldim bir yerə.
deizmlə teizm arasında qalır. Əlbəttə, sən elə orada da qalmısan. Sən elə həmin o deizmdə də, teizmdə də qalmısan. Sadəcə masqalanaraq insanları aldadırsan bununla. Gözdən pərdə asırsan. Allahu Akbar. Baxın, dəyərli dinləyicilər, bu sizin üçün bir ibrət olmalıdır. Sorğulamağın nəticəsi budur. Batil sorğulamağın nəticəsi budur. Hər bir şeyin öz əhli var. Maşın xarab olursa, onun əhlinin yanına gedirsən, soruşursan. Gedib hansısa bir ilahiyyatçının maşın barəsində soruşmursan. Din də belədir, qardaşlar. Din onlardan da üstündür. Çünki sən dini bilənlərdən soruşmalısan, bilməyənlərdən yox, qardaşlar. Yəni, bunların sorğulamağının nəticəsidir ki, dəyərli dinləyicilər, bunlar əsli kafir olan kimsələri, indi videolar qoyacaq. Yəni, həqiqi mənada kafir olan kimsələri, ateistlər olsun, deistlər olsun, kafir olan kimsələri müsəlman olaraq insanlara, yaxşı insan olaraq insanlara nə etmiş, sırmağa çalışırlar ki, onlar yaxşı insanlardır da, bu qədər adamlara xeyir işlər görürlər, yaxşılıq edirlər, əl tuturlar. Niyə onlar cənnət, cəhənnəmli olsun? Təsəvvür edirsiniz, deyirlər. Bunların sorğulanmağının bu nəticəsi budur. Dinləyin, cavab verəcək inşallah. Heç indi kələmə şəhadət gətirmir, mələklərə inanmır, Həzrəti Məhəmməd öz peyğəmbəri kimi adlandırmır. Bu adam qanun qaydaya görə cəhənnəmə gedəcək. Bu qayda qanunu qoyan kimdir? Təsəvvür edirsiniz. Bill Gates'dir, kafirdir. Çünki Allaha inanmır, mələklərə inanmır, kitablara inanmır, peyğəmbərlərə inanmır. Yəni bu insan deyir niyə cəhənnəmli olsun? O da deyir ki, bunu kimdir qoyan bu qayda qanunu? Yəni təsəvvür edirsiniz, dəyərli dinləyicilər. Bu hökmdür. Kafir bir hökmdür. Necə bir insan zina edirsə, ona zinakar deyilir. Oğurluq edənə də oğurluq deyilirsə, kafir isə, münafiq isə, mömin isə şəri bir hökmlərdir. İnsanlara verilən bir addır. Əgər bunlar elə düşünürlər ki, əgər sən bir insana kafir deyirsənsə, kafir deməli onu təhqir edirsən və yaxud da onun malı qana başa kəsilməlidir, halaldır. Yəni belə bir şey yoxdur, qardaşlar. Bu insanların özlərindən uydurduğu bir şeydir. Necə bir insana müsəlman deyirsənsə, yenə bir insana mömin deyirsənsə, muhsin deyirsənsə, eyni qaydada da kafir demək, münafiq demək bu şəri bir hökmlərdir. Sən buna o insana kafir deməklə onu təhqir etmirsən. Ona hökmünü verirsən ki, bu insan Allahı inkar edir, peyğəmbəri inkar edir, dini inkar edir. Peyğəmbərləri inkar edir, kitabları inkar edirsən. Yəni sən buna nə ad verməlisən? Yəni o insan dünyalar qədər də yaxşı işlər görsə də belə, əgər Rəbbini tanımırsa, o insanın şəriətlə hökmü kafirdir və salam. Allah deyilmi? Aha. Yəni biz Allahı bu qədər ədalətsizmi bilirik? Subhanallah. Yəni bu elə özü elə ədalətdir də. Bu Allah Subhanahu taalanın ədalətidir. Əgər Allah Taala kimisə cəzalandırırsa, Allah Taala onu ədaləti ilə cəzalandırmış olur. Əgər Allah Subhanahu taala kiməsə rəhm edirsə, cənnətinə salırsa, bu Allahın rəhməti, mərhəmətidir. Kiminsə kafir hökmü vermək elə Allahın ədalətidir. Sən miskin Allahın ədalətindən nə xəbərin var? Nə bilirsən sən Allahın hər ədaləti nədir? Bax sənin sorğulamağımı nəticəsi bax budur. Sən sorğulayaraq elə bir duruma gəlib düşmüsən ki, kafiri cəhənnəmli deməyə qorxursan, dilin gəlmir. Hansı ki Allah Subhanahu taala Qurani-Kərimdə cəhənnəm əhlindən danışır və onların sifətlərini vəsf edir və ora düşən insanları, qismləri vəsf edir ki, bu tip insanlar cəhənnəm əhlidir. Allahu Akbar. Çünki bir məsələ də var ki, yəni biz dar çərçivəyə salmışıq Allahı, mənim Allahım. Niyə qad deyiləndə ilkin tanrısı? Yəni o aparıcıya bax qəşəngdir cavabı. Yəni topa muşqu qoyanlardan da, orada qəşənglik heç nə yoxdur. Allahu Akbar. Xristianın tanrısının kimi qəbul edirik. Allah deyəndə müsəlmanın, nə bilim Yahvə, Elohim deyəndə Yahudinin, nə bilim Krishna deyəndə Hindustun. Niyə? Dinleyin görün sonra müəllimi nə deyir. Biraz önce herkes cennete gidecek dediniz. Peki bu dünyadaki ateistlerin durumu ne olacak? Suala baxın, bu dünyadaki ateistlərin durumu nə olacaq? Qulaq asın. Şimdi cennete herkes gideceği nasıl anlıyor bunlar? Yani öldü, elini kolunu sallaya sallaya oraya mı gidecek? O diyor ki Faturaları ödedikten sonra. Ödedikten Gayet sonra tabii. ateistler de diyor gidecek. Gayet diyor. tabii. Orada Eşitdiniz? Gayet təbii. orada yaptığının yanlışlığını görecek. Gerekli faturayı Allah ne takdir etmişse ödeyecek. Ondan sonra çıkacak. Tekamül yeri burası. Söylüyoruz. Yani ateist tekamül etmez diye bir şey mi var? Yəni təkamül bilirsiniz nə deməkdir? Yəni o Darwinin nəzəriyyəsi və təkamül nəzəriyyəsi. Yəni deyir o cəhənnəmə girəcəklər, təkamül nəticəsində onlar dəyişiləcəklər, düzələcəklər ateistlər.
Oradan sonra cənnətə girəcəklər. Allahu akbar. Efirlərə gör kimlər var. Bu günləri bizdə də efirlərin günü bax budur dəyərli dinləyicilər. Yəni biz insanlara bax bunu çatdırmaq istəyirik. Müğənni efirə çıxır, sənə hicab barəsində danışır. Sənə başa salmaq istəyir ki, ey dindar, ki Quranda hicab ayəti yoxdur. Sən səhv başa düşmüsən. 1400 ildə insanlar ki başlarını bağlayırlar, hamısı səhv bağlayır. Açıq ol, başı açıq olmasa lüt olmalısan. Təsəvvür edirsiniz dəyərlicə. Jurnalist, aparıcı çıxır müsəlmanları ittiham edir ki, siz öz uşaqlarınıza təzyiq edirsiniz. Onlara təzyiq edərək başlarını bağlatdırırsınız. Sənə, ey dindar, örgədir ki, uşağın başını bağlama. Qoy uşağın nədir? Onlar istədiyi şəkildə böyüsün. Allahu akbar. Bax bu cür nə dırnaqarası ilahiyyatçılar da məhz çıxarılır efirlərə ki, o müğənnilərin, o jurnalistlərin dedikləri təsdiqlənsin. Əssalam. Allahu akbar. Hatta bana göre haram yiyen dincilerden daha önce cennete gider onlar. Eşitdiniz? Yəni mənə görə deyil, hətta haram yeyən o dindarlar var, onlardan daha tez keçirlər cənnətə. Yəni ateist, Allahı danan, peyğəmbərə inanmayan, Qurana inanmayan, kitablara inanmayan, yəni hər bir şey inkar edən insan cənnətə günah edən dindardan daha tez gedəcək. Dəhşətdir qardaşlarım. Yəni bunu bizdə İslam'a təzə gələn, namaza təzə başlayandan soruşsa o cavab verəcək buna. Necə olmalıdır, qayda nədir? Çünki Allahın kitabına iman gətirir. Ona görə də dəyərli dinləyicilər, həmişə deyirik ki, elm ayrıdır, iman ayrıdır. İman başqadır. İman qəlbə düşdüsə o qəlbdə böyüyür. Elm isə bax bunlarda elm var, hə, elm hansısa bir bilik səviyyələri var, amma imanları yoxdur qardaşlar. O kətdə, avulda yaşayan bir qoca qarı Allaha olan imanı elə bir güclüdür ki, bu Harvardda oxuyan və yaxud da başqa yerlərdə oxuyan ilahiyyatçılardan imanı daha qat-qat yüksəkdir, dəyərli dinləyicilər. Olsun ki, elmi, biliyi kostyumdan oturub, televizorlara çıxarılır. Namuslu çoğu çünkü. Onun bunun hakkına tecavüz etmiyorlar. Çok önemli yani Kur'an'a bakarsak böyle. Onun bunun haqqına təcavüz etmirlər, amma Allah Subhanahu taalanın haqqına girirlər. İbadət etmirlər ona görə. Allahı danarlar. Ən böyük haqq budur. Dəyərli dinləyicilər, görün sonra nə deyirlər. Allahu akbar. Münasibəti. Ona belə bir sual vermişdim ki, Messi və Ronaldo xeyriyyəçiliklə məşğuldur. Yəni layihələri var. Nə qədər necə deyim, müəyyən işlər görürlər bəşəriyyətin, insanların rifahı naminə. Onlar İslamı qəbul etmədiyi halda günahkardır, cəhənnəmlik deyə yox. O şəxs mənə demişdi ki, onlar əgər la ilahə illallah Məhəmmədən Rasulullah demirsə, nə əməlini məşğul olsun, istəyir bütün dünya yaxşılıq etsin, yəni günahkardır, cəhənnəmdə yanacaq. Bu fikrə münasibət söyləyirəm. Bu Allahın yerindən qərar verməkdir. Eşitdiniz dəyərli dinləyicilər? Ronaldo və Messidən danışır. Deyir bu qədər yaxşılıqlar edirlər. Lakin la ilahe illallah Muhammed Rasulullah demədikləri üçün o cənnətə düşəcək, yoxsa cəhənnəmə. Qardaş da kimdirsə, deyir ki, cəhənnəmə düşəcək. İstəyinə boyda yaxşılıq edirlər. Edirlərsə etsinlər. Və bu da deyir sizin münasibət. O da deyir ki, Allahın yerinə qərar verməkdir. Yəni Allah Subhanahu taala dəyərli dinləyicilər, o yaxşılıq etmək var, insanlara qarşı yaxşılıq etmək, insanlara qarşı mülayim olmaq, rəhmli olmaq, mərhəmətli olmaq, bu insanlıq xislətidir. İnsan olaraq Allah Taala'nın bütün bəşəriyyətdə olan insanlara verdiyi bir xislətdir, sifətdir. Kafirdə də ola bilər, mömində də ola bilər, heyvanlarda da ola bilər. Görürsən, heyvanlar bir-birlərinə qarşı necə mərhəmətlidir. Məsələn, şir olsun, aslan olsun və yaxud da krokodil olsun, timsah olsun, öz balalarını necə o çənələri ilə, dişləri ilə götürür, əzmir. Yəni bu mərhəmət hissidir heyvanlarda. Yəni ki, Allah Taala'nın onlara verdiyi bir hissdir. Həmçinin insanlarda da var. İstəyir kafir olsun, kafir də yaxşılıq eləyir, əl tutur, kiməsə kömək eləyir, xeyriyyəçiliklə məşğul olur. Lakin onun o etdiyi o xeyriyyəçilik, o yaxşılıqlar, o insanın özü üçündür. O Rəbbini tanıyırmı? Yox. Sən ondan soruşsan, sən Allahı tanıyırsan, Allaha iman gətirmirsən, deyir, yox. Peyğəmbəri tanıyırsan, yox, deyir. Peyğəmbəri də tanımıram. Yəni bu insanlar bu şeylərə iman gətirmədikləri üçün nə boyda yaxşılıqlar edirlərsə etsinlər, o yaxşılıqlarının onlara heç bir faydası olmayacaq. Heç bir xeyir olmayacaq. Çünki Allahlarını tanımırlar. Çünki bu vaxtda Allah Subhanahu taala bizə Qurani-Kərimdə xəbər verir. Allah Taala Qurani-Kərimdə bu şeyləri bizə xəbər verir. Allah Subhanahu taala cəhənnəm əhlindən danışır. Onların cəhənnəmə düşmələrinin səbəblərindən danışır. Allah Subhanahu taala bu bəşəriyyətdə olan insanların yaradılışının məqsədini açıqlayır bizə ki, mən insanları və cinləri yalnız mənə
ibadət etsinlər deyə yaratmışam. Onlar o yaradılışın qayəsini, məqsədlərini bilmirlər. Bu Allahın yerinə qərar vermək deyil. Allah Subhanahu taalanın qərarı budur. Allah Subhanahu taalanın bizə xitab etdiyi Qurani-Kərimdə budur. Evet, sizin Çünkü Kur'an bana bir şey öğretmiştir. Bana bir vicdan vermiştir Kur'an. Kur'an diyor ki, zulme kötülüğe alet edilmiş, dejenere edilmiş bir dinin mensubu olmaktansa dinsiz kalmak evladır. Subhanallah. Bitti. Yəni dinsizliyi dindar qalmaqdan və günah etməkdən daha üstün görür. Böyle giderse dinsizlik insanlığın kurtuluşu olacak. Eşitsin. Deizm insanlığın kurtuluşu olacak. Eşidirsə, deizmdir insanlığın qurtuluşu olacaq. Yəni gör nəyi insanlığın qurtuluşu sayır. Böyle giderse dinsizlik insanlığın kurtuluşu olacak. Deizm insanlığın kurtuluşu olacak. Zaten Kur'an son tahlilde bunu söylüyor. Allah'a imanınızı korumak için öbür her şeyi feda edebilirsiniz. Eğer bir dini hayat benim Allah'a imanımı tevhidden şirke kaydıracaksa o dini hayata lanet olsun. Ben onu terk ederim, deist olurum ve Allah'a imanımı tevhid erkanı üzere korurum. Kur'an'da bunun kapısı açılmıştır. Kariyeri felsefe olan bir adam sıfatıyla söylüyorum bunu. Ve insanlık buraya gidecektir. Bu bir kurtuluş olacaktır. Böyle dinmin olmaz. O zaman bırakın insanlar Allah'a imanını korusunlar. Birilerinin anlattığı namazı kılmasın. Dediği orucu tutmasın. Dediği hacca gitmesin. Çünkü oralara gittiği zaman tevhid zedeleniyor. Allah'a Bunların məqsədləri, qayələri, dəvətlərinin əsası insanları deizmə, ateizmə sürükləməkdir, dəyərli dinləyicilər. Və bunların əksəriyyəti də həqiqi kimliklərini gizlənən insanlardır. Və baxırsan ki, son durumları da, yəni son həyatlarının son vaxtları da, ömürlərinin son günləri də əksəriyyəti bu insanların ya ateist olub, ya deist olub. Bundan öncə özlərini müsəlman kimi qələmə verirdilər. Allahu Ekber. Görün nə deyir dəyərli dinləyicilər. bana bir şey öğretmiştir. Bana bir vicdan vermiştir Kur'an. Kur'an diyor ki, zulme kötülüğe alet edilmiş, dejenere edilmiş bir dinin mensubu olmaktansa dinsiz kalmak evladır. Bitti. Böyle giderse dinsizlik insanlığın kurtuluşu olacak. Deizm insanlığın kurtuluşu olacak. Eşitdiniz dəyərli dinləyicilər. Yəni günah etməkdənsə, günah edərək dini yaşamaqdansa, dinsiz qalmaq ondan daha yaxşıdır. Və deyir ki, belə gedərsə, dinsizlik, yəni deizm insanlığın qurtuluşu olacaq. Günah insanın xislətindədir, dəyərli dinləyicilər. Yəni Allah Subhanahu taala Qurani-Kərimdə buyurur ki: "Vel asr innel insane lefi xusr." Bütün insanlıq xüsran içərisindədir. Yer üzündə elə bir bəşər, elə bir insan yoxdur ki, günah etməsin. Günahsız insan yoxdur. Hər bir kəsin günahı var. Və lakin Allah Subhanahu taala insanı yaratdığı üçün və onun xislətinin ona nə vəsvəsə etdiyini bildiyi üçün tövbə qapıları qoyur. Peyğəmbərlər göndərir, Qurani-Kərim kitablar göndərir. Və o tövbə qapıları da ona görə namazlar qoyur, bu cür ibadətlər ki, insanlar günah etdikdə və o biri namazı gəldikdə Allahın qarşısında əyilib tövbə edib Allahdan bağışlanma diləsinlər. Və Allah Subhanahu taala onları bağışlayır. Lakin deizmdə, Allahsızlıqda, dinsizlikdə belə bir şeylər yoxdur. Onlar günahlarını edib, elə günahlarına da davam edirlər bu cür. Çünki onların qayıdış yeri, tövbə edəcək yerləri yoxdur. Bu insan isə deizmi, ateizmi yüksək bir şey bilir. İnsanlığın qurtuluşu sayır. Görün sonra nə bilir? İmanımı tevhid erkanı üzere korurum. Kur'an'da bunun kapısı açılmıştır. Kariyeri felsefe olan bir adam sıfatıyla söylüyorum. Ve insanlık buraya gidecektir. Bu bir kurtuluş olacaktır. Böyle dinmin olmaz. O zaman bırakın insanlar Allah'a imanını korusunlar. Birilerinin anlattığı namazı kılmasın. Dediği orucu tutmasın. Dediği hacca gitmesin. Çünkü oralara gittiği zaman tevhid zedeleniyor. Allah'a iman şirke bulaşıyor. Bırakın Allah'a imanı şirke bulaşmadan adam deist olsun. Zaten Deyir, onların dediyi namazları qılmayın, orucları tutmayın, həccə gedin. Oraya gedəndə hamısı şirk qoşurlar, deist olurlar. Qoy qalsın deyir, deizm deyirlər.
hesaplarına uydurmuşlardır. Ve bizim önümüzde bugün İslam dininin, o tabiri kullanmak istemiyorum ama kullanılır, çok kullanılıyor. Yani akaid diyeceğiz. Manifesto tabiri kullanılıyor. İslam dininin manifestosunu Kur'an'a aykırı bir biçimde düzenlemişler. Şimdi geçen gün bir yazı yazdım. Deizm bir kurtuluş olabilir. Eşitdiniz dəyərli dinləyicilər. İndi bundan sonra da videolarımıza davam edəcəyik. Baxın görün bu insan içki barəsində, zina barəsində nə cür sözlər söyləyir. Yəni məqsədləri dediyimiz kimi insanları deizmə, ateizmə sürükləməkdir. Və bu da İslam maskası altında edilir. İslam maskasını giyinərək insanları deizmə, ateizmə sürükləməkdir. Allah Subhanahu taala dövlətimizi, məmləkətimizi belə şərli insanlardan qorusun, onların hiləsindən, fitnəsindən qorusun. Paylaşmağı da, bölüşməyi də yaddan çıxarmayın. Allah'a əmanət olun. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.